Bismillahirrahmanirrahim. Bugün İran-İsrail müharibəsinin artıq 9-cu günüdür və biz müşahidə edirik ki, bu müharibə yüksələn xətt üzrə inkişaf edir. Əslində məni düşündürən məsələlərdən də biri budur ki, niyə məhz bu vəziyyətə gəldi çıxdı? Ərazi cəhətindən çox balaca bir yer olan, İrandan dəfələrlə balaca əraziyə sahib olan, əhalisinin sayı da dəfələrlə azdır, təqribən 10 milyona yaxın bir əhalisinin olduğu deyilir. Və Ərəb ölkələri içində, bütün ətrafı da Ərəb ölkələridir, İslam ölkələridir, yəni müsəlman ölkələridir. Müsəlman ölkələrinin əhatəsində çox kiçik bir coğrafiyada yeni deməli formalaşmaqda olan bir rejim necə oldu ki, bu qədər müsəlmanın, bu qədər deməli Ərəb ölkələrinin ətrafında qaniçən bir işğalçıya çevrildi. Necə oldu ki, bir dənə deməli müsəlmanların ortasında balaca bir rejim müsəlmanların bir il yarım ərzində 60 minə yaxın müsəlman qətlə yetirib və bunların böyük əksəriyyəti uşaqlardır. Necə ola bilir ki, balaca bir əraziyə sahib olan bir ölkə, bir rejim bütün müsəlman ölkələrinin dizini yerə gətirib və onlara istədiyini diktə edir, istədiyi formada onları təhdid edir, istədiyi kimi onların deməli əlindəkiləri tutub alır və hətta torpaqlarını işğal edir. Biz Suriya deməli timsalında biz bunu gördük yaxın dövrlərdə. Bu necə ola bilir? Məncə deməli bu məsələnin və daha doğrusu sualları, bu ritorik sualları davam edək, sonra bunun səbəbi haqqında düşünərik və necə ola bilir ki, deməli 10 milyonluq bir rejim 90 milyonluq bir köklü min illərlə dövlətçilik ənənəsi olan bir ölkəyə hücum edir, onu təhdid edir və onun daxilinə müdaxilə edir. Hətta hökumət dəyişikliyi ilə bağlı, hakimiyyət dəyişikliyi ilə bağlı təhdid edir və tələb qoyur ki, sən hakimiyyət dəyişikliyinə getməlisən, rejimi dəyişməlisən. Bu götürəndə çox böyük bir cəsarətdir, böyük bir deməli tələbdir, böyük bir istəkdir. Bunun normalda 10 milyonluq bir ölkə 90 milyonluq ölkəyə gəlib qabağında durur ki, mən sənin bütün şəhərləri dağıdacam, səni mən viran qoyacam. Tələbim budur ki, sən gərək hökumət, hakimiyyət çevrilişi edəsən, hökuməti dəyişirsən. Bu necə baş verir? Və bütün dünya demək olar ki, əksəriyyəti də buna haqq qazandırır. Əlbəttə ki, mən düşünürəm ki, bu haqq qazandıranların böyük əksəriyyəti qorxusundan eləyir. Bir miqdarı təbliğat nəticəsində deməli bu işi görür. Bir miqdarı da konkret olaraq həmən o 10 milyonluq bir rejimin nökərinə çevrilib, hər hansı bir maddi maraq, mənfəət qarşılığında bu işləri görürlər. Düşünürəm ki, burada İmam Xumeyninin rəhmətlik İslam inqilabının banisi Ruhullah Musəvi Xumeyni, Allah rəhmət eləsin, onun bu barədə belə bir deməli sözü vardı. Deyirdi ki, əgər bütün dünya müsəlmanları, ərəblər, yəni müsəlmanlar, dəqiq yadımda deyil, o ərəblər işlətmiş, yoxsa müsəlmanlar, hər halda elə biz müsəlmanlar kimi deyə bilərik ki, Həzrət İmam Xumeyni buyururdular ki, əgər müsəlmanlar ağızlarının suyun İsrailin üstünə açsalar, İsraili sel aparar. Yəni, heç onlara qarşı bir silah da istifadə eləməyə lazım deyil.
Yəni İsrail sayca o qədər azdır, regionca, coğrafi baxımdan 22.000 kvadrat kilometr səhv eləmirəmsə əraziyə sahibdir. O qədər kiçik ərazisi var ki, müsəlmanlar ağızlarının suyunu açsalar, İsrail deməli İsraili sel aparar. Əziz izləyicilər, buradan məlum olur ki, İsrail məhz bu qədər cəsarətə müsəlmanların böyük əksəriyyətinin xəyanəti nəticəsində gəlib bu qədər cəsarətə sahib olub. Əgər müsəlmanların içində İslama qarşı, dinə qarşı xəyanət baş verməsəydi, heç bir zaman çadaladığımız, yəni haqqında bayaqdan danışdığımız İsrail rejimi müsəlmanlara qarşı belə bir cəsarət edə bilməzdi. 90 milyonluq bir ölkə gəlib, sən ölkədə idarəçilik rejimi dəyişməlisən. Ümumiyyətlə, sən konstitusiyon quruluşu dəyişməlisən. Konstitusiyon quruluşun zorla dəyişdirilməsi ilə bağlı dünyanın bütün yerlərində cinayət hesab olunur. Və bu gün Azərbaycanda da kifayət qədər həbsxanalarda yatan insanlar var ki, onların üzərinə konstitusiyon quruluşun zorla dəyişdirilməsi maddəsi üzərlərinə qoyulub və onlar həbs edilib. Bu necə ola bilir ki, bir dövlət, bir rejim başqa bir dövlətin, özü böyük bir dövlətin konstitusiyon quruluşunun dəyişdirilməsi ilə bağlı tələb irəli sürür. Həmən dövlət bundan razılaşmayanda o dövlətə müharibə elan edir. O dövlətin şəhərlərin, o dövlətin dövlət obyektlərini, mülki vətəndaşlarını, yaşayış sahələrini atəşə tutur. Və əlbəttə ki, mən düşünürəm ki, bu bir mənalı olaraq deməli xəyanət nəticəsində baş verir. Əgər müsəlman ölkələri, müsəlman ölkələrinin başında duran şəxslər xəyanətkar olmasalar, İsrail heç bir halda bu etdiklərinə cəsarət edə bilməzdi. Bu bir mənalı belədir. Biz onun hərbi məsələsinin arxasında Amerikanın, İngiltərənin dayanmasını, başqa məsələlər haqqında zaten biz danışırıq. Bunların hamısı qoyuruq qırağa. İsrailin bugün cəsarət aldığı məsələ müsəlmanların və xüsusən müsəlman ölkələrinin hakim dairələrindən söhbət gedir. Söhbət xalqlardan getmir. Hakim dairələrin xəyanətləridir. Biz bu günlərdə ən çox qulağımız eşitdiyimiz xəbərlərdən biri də budur ki, güya İsrail İrandan sonra Türkiyəni qarışdıracaqmış, Türkiyədən hesab soracaqmış. Bunu böyük bir formada şişirdirlər. Təbii ki, bu yalan məlumatdır. İnsanların deməli Türkiyə-İsrail münasibətlərini gizlətmək üçün ortaya atılan bir yalan şayədir ki, insanlar deməli Türkiyəni də hardasa görsünlər ki, Türkiyədə İsrailin hücumlarına məruz qalır və s. Əziz izləyicilər, bir mənalı olaraq ki, biz iddia edirik ki, bugün həm Türkiyə, həm Azərbaycan İrana, İslam ordusuna xəyanət edir. Nədir bunların xəyanəti? Xəyanəti biz bilirik ki, artıq bunlar hökumətlər özləri etiraf edirlər ki, deməli İsrailin neftinin deməli ehtiyacı olduğu neftin təqribən 40%-nə qədəri Azərbaycandan alır. Və bu da Türkiyə üzərindən İsrailə daşınır. Və bir məntiqi hamının anlaya biləcəyi bir məsələ var. Necə ola bilir ki, Türkiyə prezidenti Erdoğan çıxıb, hey Netanyahu, ey uşaq qatili filan fikirlər səsləndirir və insanlar da deyir, sağ olsun Erdoğan gör, nə böyük cəsarətli addım atdı. Amma bir soruşan yoxdur ki, 2023-cü il oktyabr ayının 7-sindən sonraki məlum hadisədən sonra İsrail Türkiyə ticari dövriyyəsində hər hansı bir azalma müşahidə olunubmu? Ümumiyyətlə, bu iki ölkə arasında hər hansı bir ticari müqavilənin dayandırılması ilə bağlı Türkiyə bir qərar verirmi? Əlbəttə verməyib, heç verə də bilməz. Deməli, Erdoğan müsəlman ölkələrindən, müsəlman liderlərindən yeganə liderdir ki, Yahudilərdən müvafiq orden medallar alıb. İsrailə dəfələrlə deməli səfər edib və yüksək səviyyədə qarşılanıb.
Bu barədə biz dəfələrlə danışmışıq və eyni zamanda internetdən də kim istəsə bu barədə axtarış verməklə kifayət qədər məlumatlar əldə eləyə bilər. Adi bir məntiqi sual bundan ibarətdir ki, əgər Türkiyə bu mövzuda, ümumiyyətlə bu İsrailin etdiyi cinayət hadisələrində, cinayətkarlıqda İsraili dəstəkləmirsə, onu tənqid edirsə, niyə görə onunla bağladığı ticari deməli müqavilələrin heç birini dayandırmır? Və mən səhv etmirəmsə, Türkiyə İsraillə deməli ən yüksək 5 ölkədən biridir ki, onların aralarında ticari müqavilələri var. Yəni ən çox ticari əlaqələri olan ölkələrdən biri də Türkiyədir. İlk 5likdədir. İndi Erdoğanın çıxıb müəyyən fikir səsləndirməsi və yaxud da bugün indi bu məlumatı tirajlayırlar ki, sən demə İsrail İranı bitirdikdən sonra növbə Türkiyəyə gələcəkmiş. Niyə? Hansı məntiqlə? Axı bu günə qədər İsrail, Amerika, İngiltərə nə tələb etdi ki, Türkiyə ondan imtina elədi? Və hansı şərait səbəb oldu ki, İsrail, İngiltərə, Amerika Türkiyə ilə bağlı sərt danışsın? Bu Türkiyə NATO'nun üzvüdür. Türkiyədə bir neçə yerdə NATO'nun bazası var və hətta İsrailə yönəlmiş raketlər, hava hücumundan nə qədər zərbələr var ki, hücumlar var. Türkiyədə onlar kontrol edilib, informasiya olaraq deməli İsrailə göndərilir. Bu barədə bizim danışıqlarımız olub, faktlarla, o bazaların adları, ünvanları ilə bu barədə danışılıb, məlumat verilib. Bunlar varkən hansı məntiqlə biz bu məsələni ortaya atırıq ki, sən demə, İrandan sonra növbə Türkiyəninmiş. Burada iki dənə əsas səbəb var, görürəm mən. Birinci bundan ibarətdir ki, bunlar elə təbliğat aparırlar ki, güya İsrail və onun arxasında duranlar İranı bitirəcəklər. Bu görüntünü yaratmaq istəyirlər. Baxmayaraq ki, bu 9 gündə İranın İsrailə deməli verdiyi cavablar, İsrailə qarşı elədiyi yəni layiqli və yerində olan davranışlar bunların örtbasdır eləmək istəyirlər və çox şükür olsun ki, İsrailin şəhərləri Qəzzanın görüntüsünü alıb. Birinci dediyim kimi, məsələ budur ki, bunlar dünya ictimaiyyətini və xüsusən Cənubi Qafqazda belə bir görüntü yaratmaq istəyirlər ki, sən demə İranın axırıdır. Bunlar İranın artıq bölünməsini, parçalanmasını, İranla sonraki, yəni bu İrandakı bu rejimin məhv olması olandan sonraki İranla bağlı planlar qururlar filan. Amma əslində heç də elə deyil. Biz bir daha iddia eləyirik ki, İnşallah bu savaşda İran, bütün hallarda İran qalibdir. Bütün hallarda İran və İrandakı bu rejim, haqq olan rejim, Əhl-i-Beyt sevgisi ilə çırpılan rejim deməli qalibdir. İkincisi də bunlar Türkiyəni gətirirlər deməli küfür ordusunun qarşısına və bununla əslində istəyirlər ki, Türkiyəni küfür ordusu ilə, mən təbii ki, Türkiyə deyiləndə xalqı nəzərdə tuturam, Türkiyədən hakimiyyətindən söhbət gedir. Bunlar əslində bu şayələri yaymaqla istəyirlər ki, Türkiyəni küfür ordusu ilə rəqib kimi qarşı-qarşıya göstərsinlər və bununla insanların gözlərini boyasınlar ki, sən demə, Türkiyə hakimiyyəti küfür ordusu ilə rəqibdir və ona qarşıdır, onunla savaşır filan. Ona da gəlib növbə çatacaq. Əziz izləyicilər, bütün bu prosesləri biraz izləyən, biraz anlayan, biraz başa düşən insanlar çox gözəl bilirlər ki, bunlar blefdən başqa bir şey deyil. Bunlar insanları aldatmaqdan başqa bir şey deyil. Türkiyə zaten NATO'nun üzvüdür. Türkiyə zaten İsrail başda olmaqla Amerikanın, İngiltərənin regionda maraqlarını bugün qoruyan bir nömrəli dövlətdir. Bütün hallarda
Türkiyə hakimiyyəti deməli Amerika Birləşmiş Ştatlarının, İngiltərənin ən yaxın müttəfiqidir və maraqlarını ən yaxşı şəkildə dırnaqarası müdafiə edən, hətta Türkiyənin milli maraqlarından da çox hakimiyyət Amerikanın Birləşmiş Ştatlarının və İngiltərənin maraqlarını müdafiə edir. Bu bir mənalı şəkildə belədir. İnşallah biz ümid edirik ki, tezliklə Allah İslam ordusunu qalib edəcək, küfr ordusu tezliklə bığını yerə sürtüləcək, dizi yerə dəymək üzrədir. İnşallah tezliklə dizi yerə dəyəcək. Allah inşallah bu küfr ordusunu məğlub etməklə inşallah regionumuzda sülh və əmin-amanlıq bərpa olacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.